Salam əziz həmkarlar. Sitologiya bölməsi dəyər test toplusundan izahlara baxın. Sxem 1. X-i müəyyən edin. Ribosomun böyük və kiçik hissəcikləri formalaşır. Membran quruluşu yoxdur. Bütün hüceyrələrdə rast gəlinir. Bax, minus qoyub. Yəni, minus qoyulan odur ki, bütün hüceyrələrdə rast gəlir fikri səhvdir. Ancaq ribosomun böyük və kiçik hissəciyi formalaşır. Bir də membran quruluşu yoxdur, bu fikir doğrudur. Bu da nüvəciyə aiddir. Deməli, birinci oldu B bəndi. Doğru mülahizəni müəyyən edin. Viruslar üzvü maddə sintez edən strukturlara malikdir, səhvdir. Cansız mühitdə uzun müddət qala və çoxala bilir, səhvdir. Nüvəsinin olmasına görə bakteriyalardan fərqlənir, səhvdir. İnsana yalnız hava damcı yolu ilə yoluxur, səhvdir. Bütün aləmə aid canlılar da parazitlik edə bilir, doğrudur. Nüvə şirəsini sitoplazmadan neçə lipid cərgəsi ayırır? Baxın, nüvə özü, fərz edin ki, bu hüceyrədir, qılab, bu orta sitoplazmadır, bu da nüvədir. Nüvə 2 membranlı olduğu üçün sitoplazmadan 4 lipid cərgəsi bunu ayıracaq. Bu deyir Y bəndi. Uyğunsuzluğu müəyyən edin. Ribosom zülal sintez edir. Doğrudur. Mitoxondri ATF sintez edir, doğrudur. Xloroplast glikoza sintez edir, doğrudur. Hamar endoplazmatik şəbəkə lipid sintez edir, doğrudur. Lizosom yazıb karbohidrat səhv bir fikirdir. Lizosom hüceyrə daxili əzmdə iştirak edir. Bitki hüceyrəsinin qılafının daxili hissəsi necə adlanır? Fərqi yoxdur. Bitki, heyvan hamısında daxili hissə bakteriya, yəni plazmatik membrandır, D bəndi. Verilmiş orqanoidlərdən hansının daxili maye mühitində polisom olur? Polisom nədir? Polisomun tərkibində minimum 4, maksimum 40-a qədər ribosom yerləşir. İki membranlı orqanoidlərin tərkibində biz polisom qrupuna rast gələ bilərik. İki membranlı orqanoiddə mitoxondri ilə xloroplastdır. Burada da C bəndi, xloroplast. İnsanda əsasən tənəffüs yollarının zədələndiyi virus qrip virusudur ki, tənəffüs yollarını zədələyir. Düzgün mülahizəni müəyyən edin. Prokaryotlarda, yəni bakteriyalarda hüceyrə divarı olmur, olur. Eukaryotlarda membransız orqanoidlər olmur, səhvdir, olur. Prokaryotlarda plazmatik membran olmur, plazmatik membran bütün aləmdə var. Viruslarda irsi material olmur, səhvdir, olur. Prokaryotlarda membranlı orqanoidlər olmur, doğrudur. Yəni bakteriyalarda membranlı orqanoidlər yoxdur. Lizosomun formalaşmasında və plazmatik membranın təzələnməsində iştirak eləyir. Bu Golgi kompleksidir. Bu da aiddir Y bəndi şəkildə, Y bəndidir. Hüceyrə tənəffüsündə iştirak edir. Hüceyrə tənəffüsünü təmin edən mitoxondridir. Mitoxondri də A bəndidir. Verilənlərdən neçəsi prokaryotlarda ola bilər? Hüceyrə divarı, prokaryot nədir? Bakteriyalar. Yəni, hüceyrə divarı var, biri bu. Daha sonra xlorofil, qamçısı var, biri bu. Mitoxondri ola bilməz, nüvəsi də ola bilməz. Avtotroflarda xlorofil ola bilər. Yəni, bakteriyalar avtotrof, bir də heterotrofa bölünür. Avtotrofların tərkibində xlorofil var. Deməli, 3, bu deyir C bəndi. Virusların törətdiyi hansı xəstəlik zamanı insanda onurğa beynin hərəki neyronları dağılır? Polimelit virusu zamanı onurğa beynin hərəki neyronların dağıdır. Nəqlici yollar desəydi, onda qripi götürəcəydiniz. Müasir hüceyrə nəzəriyyəsi ilə bağlı yanlış fikri müəyyən edin. Hüceyrə bütün canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahiddir, doğrudur, birinci müddəa. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə, maddələr mübadiləsinin gedişinə görə oxşardır, ikinci müddəa, doğrudur. Orqanizmdə bütün hüceyrələr qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Hüceyrə müddəasına bu aid deyil. Bu Şvanla Şleydenin fikri idi. Ancaq Karl Beer onu sübut elədi ki, maylanmış yumurta hüceyrədən başlanğıc götürürlər. Deməli, C bəndi səhvdir. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyaya görə ixtisaslaşaraq toxuma və orqan əmələ gətirir. Doğrudur, dördüncü müddəa. Sinir sistemi sinir və humoral yolla tənzimlənir. Bu da doğrudur, dördüncü müddəa. Deməli, oldu C bəndi. Hansı yalnız bir membranlı orqanoidlər qeyd edilib? Yalnız bir membranlını tapmalıyıq. Xloroplast 2 membranlıdır. Mitoxondri 2 membranlıdır. Xloroplast 2 membranlıdır.
Hamar endoplazmatik şəbəkə 1, lizosom 1, Golgi kompleksi 1. Mitoxondri 2 membranlıdır. Deməli, D bəndi. Endoplazmatik şəbəkə və Golgi kompleksi, ribosom və hüceyrə mərkəzi, xloroplast və mitoxondri səhv fikri deyir. İkinci qrupdakı, yəni ribosomdan hüceyrə mərkəzi membransız quruluşa malikdir, doğrudur. Birinci quruluş, yəni ribosomla hüceyrə mərkəz. İkinci quruluşda, endoplazmatik şəbəkə və Golgi kompleksi orqanoidlər maddələrin daşınmasında düzdür, hüceyrə xarici, hüceyrə daxili. Üçüncü qrupda xloroplastla mitoxondri ATF sintezi baş verir, doğrudur. İkinci qrupda ribosom orqanoidlər zülal sintez edir. Ribosom sintez edir, amma hüceyrə mərkəzi sintez etmir. Ona görə D bəndi səhvdir. Desəydi ikinci qrupdakı ribosom sintez edir, doğru götürə bilərdim. Üçüncü qrupdakı orqanoidlər 2 membranlıdır, doğrudur. Eyler-Venn diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Bakteriya hüceyrəsi K. K qamçı ola bilər, düzdür. El ribosom bakteriyada çiçəkli bitki hüceyrəsində ribosom ola bilər, doğrudur. Çiçəkli bitki hüceyrəsində mitoxondri var, doğrudur. Hüceyrə mərkəzi çiçəkli bitkilər ali bitkilərdir. Ali bitkilərin də hüceyrə mərkəzi olmur. D bəndi. Ali bitkilər, ibtidai heyvanlar, ibtidai göbələklərdə hüceyrə mərkəzi yoxdur. X mitoxondri ola bilər, bu da doğrudur. Deməli 16-da D bənd. 16 yox. 16 idi də bu. Nüvə şirəsində olmur. Bu qaldı buradan. Nüvə şirəsində olmayan nə ola bilər? Gəlin baxaq. Sərbəst nukleotid ola bilər, zülal ola bilər, amin turşu ola bilər, nuklein turşu ola bilər. Polisom nüvə şirəsində olmur. Çünki polisom ribosomların toplusudur. Tərkibində 4-dən 40-a qədər ribosom yerləşə bilər. Bu da 2 membranlı orqanoidlərdə və ya sitoplazmada rast gəlinə bilər. Eyler-Venn diaqramına əsasən X-də qeyd olunmuş orqanoid hansı funksiya yerinə yetirir? Bakteriya hüceyrəsində də var, çiçəkli bitki hüceyrəsində də var. Bakteriya hüceyrəsində 2 membranlı orqanoidlər, 1 membranlı orqanoidlər yoxdur. Bir dənə membransızlardan ribosom var. Əgər oxşar deyirsə, deməli ribosom hər ikisində var. Ribosom hansı funksiya yerinə yetirir? Zülal sintezi B bəndi. Uyğunsuzluğu müəyyən edin. Leykoplast ehtiyat maddələri toplamaq doğrudur. Xloroplast qeyri-üzvü maddələrdən üzvü maddə sintez etmək doğrudur. Golgi kompleksi maddələri hüceyrə xaricinə daşımaq doğrudur. Hamar endoplazmatik şəbəkə zülal səhvdir. Dənəvər endoplazmatik şəbəkə zülal sintez edir. Xloroplast bitkiyə müxtəlif rəng vermək, bu da doğrudur. Deməli 19-da olur D bəndi. 20. Qrafikdə hüceyrədə baş verən müəyyən reaksiya zamanı sərbəst amin turşularının sayının azalması sayının zaman keçiddə dəyişməsi göstərilmişdir. Amin turşuların sayı azalır da bu formada. Bu reaksiya ekariot orqanizm hüceyrəsində gedə bilməz. Deməli, zülal sintezi olunur ki, azalır. Plastitdə zülal sintezi oluna bilər, sitoplazmada da, mitoxondridə də, dənəvər endoplazmatik şəbəkədə də, amma lizosomda ola bilməz D bəndi. Bax, amin turşularının sayı azalırsa, deməli, amin turşuları sıralama düzülüb zülal əmələ gətirir. Yəni, bunlar hamısı zülal sintezində iştirak eləyir, amma lizosom yox. Deməli, bu da olur D bəndi. Ali bitkilərdə orqanoidli hüceyrə ola bilməz. Gəlin baxaq, verilmiş nöqtələrin yerinə yazıla bilər. Hərəkət orqanoidi ola bilər. Daxili membranı kristlərdən, məsələn, mitoxondri ola bilər. Qran xloroplast ola bilər. 2 qeyri-bərabər ribosom ola bilər. 2 bərabər hüceyrə mərkəzli. Hüceyrə mərkəzdə ali bitkidə yoxdur. Y bəndi. Daha sonra, düzgün olmayan fikri göstərin. Ribosomlar membransız orqanoidlərdir. Ribosom və hüceyrə mərkəzi membransızdır, doğrudur. Xloroplastın daxili membranı qranlardan təşkil olunub, doğrudur. Endoplazmatik şəbəkə 1 membranlıdır, doğrudur. Golgi kompleksi zülal sintezi olunur, səhvdir. Yağ və karbohidrat D bəndi. Nüvədə xromosom yerləşir, doğrudur. Zülal ribosomlarda sintezi olunur. Mitoxondridə yerləşən ribosomda da ola bilər. Daha sonra xloroplastlarda yerləşən ribosomlarda da ola bilər. Hüceyrənin dənəvər endoplazmatik şəbəkədə də ola bilər. Hüceyrənin oksigensiz qalması zamanı ilk olaraq hansı orqanoidin fəaliyyəti pozular? Tənəffüsü təmin edən mitoxondridir. Mikroborucuqlardan təşkil olunub. Mikroborucuqlar hüceyrə mərkəzinin tərkib hissəsinə aiddir və mikroborucuqlar birləşib sentriollar əmələ gətirir. O da hüceyrə mərkəzini əmələ gətirir. Sxemdə sual işarəsinin yerinə yazıla bilər.
Qeyri-bərabər ölçülü iki hissədən ibarətdir. Qeyri-bərabər deyirsə ribosomdur. Eyni bərabərlik deyirsə hüceyrə mərkəzini götürə bilərəm. Bütün canlı hüceyrələrdə var ribosom, membranı yoxdur ribosom. Hüceyrə mərkəzi heç bütün canlı hüceyrədə yoxdur. Sxemdə sual işarəsinin yerinə yazıla bilər. Aha, gəlin baxaq. ATF sintez edir, daxili maye mühiti stroma adlanır, çoxu hüceyrəli heyvanlarda olmur. Bu xloroplastlardır. Xloroplastlarda xlorofilə malik olan orqanoid cəvəndir. Əgər hüceyrədə, hüceyrə orqanoidində zaman keçdikcə zülal miqdarı azalıb, sərbəst amin turşusu miqdarı artırsa, deməli zülalı parçalayır ki, bax, amin turşuları birləşib zülal əmələ gətirir. Əgər bu zülal parçalananda yerində amin turşusu olacaq, onda zülalın miqdarı azalacaq, amin turşusu miqdarı artacaq. Yəni bu həzmdir. Həzmi həyata keçirən hansıdır? Lizosom. A bəndi. Daha sonra hüceyrənin verilən strukturlarından hansılarına sahib olması həmin hüceyrənin ekariot canlıya aid olduğunu söyləməmizə imkan verir. Aha. Canlı hüceyrə. Ribosom, hüceyrə divarı, deyir verilən strukturlardan hansı ekariot soruşur. Aha, yəni nüvəli. Ribosom prokariotda da var. Hüceyrə divarı prokariotda da var. Mitoxondri yalnız ekariotlarda olur. Plazmatik membran prokariotda da var. Qamçı prokariotda da var. Yəni bakteriya. Dənəvər endoplazmatik şəbəkə bu da yalnız ekariotda olur. 3-6, yəni nüvəlilərdə. Nüvəsizlərlə ortaq olanı çıxırsınız, nüvəlilərə aid olanı götürürsünüz. Bütün avtotrof yolla qidalana bilən orqanizmlərdə olur. Plazmatik membran ümumilikcə bütün orqanizmdə var. Ribosom da bütün hamısında var. Xloroplast, məsələn, bakteriyalar da avtotrof yolla qidalanır, amma xloroplastı yoxdur, xlorofil dənəsi var. Nuklein turşusu bu da hamısında var. Toxuma xeyir, xlorofil də xeyir. Yəni, eləsi var ki, xlorofil yoxdur. Ona görə, məsələn, ali bitkilərdə xloroplast ilə avtotrof yolla qidalanır. Ona görə götürmürəm. Çünki bütün sözü deyir. Yəni, xlorofil dənəsi bakteriyada da var, xloroplastda ali bitkidə var. Yəni, ona görə mən bu ikisini götürə bilmirəm. Oldu 1, 2, 4. Daha sonra nöqtələrin yerinə uyğun gələn ifadələri düzgün ardıcıllığını müəyyən edin. Bu orqanoid hüceyrənin ehtiyac duyduğu ATF-nin böyük bir qismini istifadə edərək sintez edir. Böyük bir qismindən, oksigen istifadə edərək sintez edir. Məməlilər sinifinə aid canlının yetkin eritrositlərində və prokariotlarda olmur. Mitoxondridə də bu. Mitoxondri tənəffüs üçün ATF sintezi edir, oksigendən istifadə edir. Bakteriyalarda da olmur. Verilmiş hüceyrə strukturlarından hansılar sitoplazmadan dəri ilə ayrılır? Lizosom, yəni dəri deyəndə plazmatik membranla ayrılır da, lizosom ayrıla bilər. Hamar endoplazmatik şəbəkə bir membranları götürəsən. Sonra ribosom membransızdır götürmürsən. Hüceyrə mərkəzi membransızdır, bir də Golgi kompleksi. Sxemdə hansı ifadələr doğrudur? Virusların törətdiyi xəstəliklərdir. Qızılca, məsələn, doğrudur. Qripi də virus törədir, doğrudur. Vərəm bakteriya aiddir, geciksən miniskoid, amma virus törədir. 1-dən 2-dir. Daha sonra, hüceyrənin hərəkət orqanoidlərini seçin. Kirpiklər hərəkət orqanoididir, 1. Sonra qamçılar hərəkət orqanoidi 2, sentrial yox, miofibrillər hərəkət orqanoididir, yalançı ayaqlar hərəkət orqanoididir. Yalnız ekariot orqanizmlərin hüceyrələrində ola bilər, yəni nüvəlilərdə ekariot, bu da bitkilərdir, göbələklərdə heyvanlardır. Plazmatik membran bakteriyada var, mitoxondri yalnız ekariotda ola bilər, xlorofil bakteriyada var, qamçı bakteriyada var, bir də sentriol yalnız ekariotlarda ola bilər. Daha sonra nöqtələrin yerinə uyğun gələn ifadələri yazın. Siyanobakteriyalarda bitki hüceyrəsində olduğu kimi hüceyrə divarı ola bilər, ribosomu ola bilər, bir də plazmatik membran ola bilər. 1, 3, 5. Düzgün mülahizələri seçin. Xromoplastlar bitkiyə yaşıl rəng verir. Xromo müxtəlif narıncı, qırmızı, sarı. Xloroplastların xarici membranı daxili membranı qırışlıdır. Xlorofil günəş enerjisini utmaq qabiliyyətinə malikdir 3. Leykoplastlarda ehtiyat qida maddələri toplana bilir 4. Xloroplastlar sitoplazmadan 2 qat membranla ayrılır 5. Plastitlər 2-yə bölünmə yolu ilə çoxalır 6. Nöqtələrin yerinə uyğun gələn ifadəni düzgün ardıcıllıqla müəyyən edin.
Viruslar kiçik ölçüyə malik hüceyrəsiz həyat formalarıdır. Onlarda irsi məlumatları daşıyan nuklein turşularına DNT və RNT tərkibli və qoruyucu zülal örtük kapsiddən təşkil olunmuşdur. 5, 3, 4. Uyğunluğu müəyyən edin. 1-ə, 2-yə, bir də 3-ə nə aiddir? Gəlin buradan yazaq. 1, 2, 3. Aha. Ali bitki hüceyrələrində olmur. Hüceyrə mərkəzi ali bitki hüceyrəsində olmur. Əsas funksiyası zülal sintez etməkdir, ribosom. Membran quruluşuna malik deyil, hər ikisi membran quruluşuna malik deyil, ortaq. 2 eyni ölçülü hissədən ibarətdir hüceyrə mərkəzi. Bütün canlı hüceyrələrdə olur. Bu da ribosom. 1-ə AD, 2-yə C, 3-yə B. Daha sonra uyğunluğu müəyyən edin. 1, 2, 3. Çox hüceyrəli heyvanlarda olmayan iki membranlı orqanoid. Məsələn, bunu biz xloroplastı götürə bilərəm. Bütün canlılarda olan membransız orqanoid. Bu ribosomdur. Maddələri hüceyrə xaricinə daşıyan orqanoid, bu da endoplazmatik şəbəkə. Hüceyrə tənəffüsünü təmin edir. Məsələn, bunu mitoxondri kimi də götürə bilərik. Hüceyrə tənəffüsünü təmin edən birə uyğundur. Hüceyrə tənəffüsünü təmin edən mitoxondridir. Çox hüceyrəli heyvanlarda olmayan mitoxondri var çox hüceyrələrdə. Bu ilə xloroplastdır. Yəni ona görə heç birinə aid deyil. Bərabər ölçülü 2 hissədən ibarətdir. Bu hüceyrə mərkəzidir, bu da heç birinə aid deyil. Quruluşu zülal və RNT molekullarından təşkil olunub, bu ribosomdur. 2C. Lizosomları əmələ gətirir. Məsələn, maddələrin hüceyrə xaricinə daşıyan orqanoid, bunu mən Golgi kompleksi götürürəm və Golgi kompleksi lizosomları əmələ gətirir. 3-ə D. Daxili maye mühiti strom adlanır. Bu da 1-ə D. Xloroplastlara. 1E, 2C, 3D. Məncə bitdi.